Baxın, bu günlər cümə günüdür. Bugün cümə günü. Allah Teala Quran-ı Kerimdə buyurur ki, ey iman gətirənlər, cümə günü namaza çağırıldığınız zaman alışverişi buraxın, Allahı zikr etməyə tələsin. Biləsiniz ki, bu sizin üçün nə qədər xeyirlidir. İnsanın yaradılış məqsədlərindən biri məhz bu an içində yaşadığımız bu cümə günü Allaha cəmaət şəklində bir yerdə toplum olaraq ibadət eləməkdir. İndi bəzilərimiz getdi qıldı, bəzilərimiz getdi qılmadı. Allah onlara da nəsib eləsin. Qəlblərin hidayət nuru ilə nurlandırsın və onlar da cümə namazının həqiqəti nədir onu bilsinlər deyə. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, cümə günü üzərinə günəş doğan ən xeyirli bir gündür. Cümə günü üzərinə günəş doğan ən xeyirli bir gündür. Allah Teala Adəmi yaratdığı gündür cümə günü. Allah Teala Adəmi cənnətə saldığı gündür cümə günü. Allah Teala Adəmin tövbəsini qəbul elədiyi gündür cümə günü. Ən xeyirli gündür. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Allah Teala Yahudilərə 6-cı günü verdi, ibadət günü. Nasranilərə, xaçpərəstlərə bazar günün verdi. Deyir, biz onlardan sonra gəlməyimizə baxmayaraq, bizə isə 5-ci günü verdi, cümə günün verdi. Biz axırda gələn ümmət olmağımıza baxmayaraq, Allah Teala bizi önə çəkdi onlardan. Və ən xeyirli günü, cümə günün bizə müvəffəq elədi ibadət üçün. Və biz də özümüzə əgər müsəlman deyiriksə, özümüzü müsəlman sayırıqsa, bu şərəfi öz həyatımızda təhqiq eləməliyik. Bu şərəfi öz həyatımızda tətbiq eləməliyik ki, Allahım, sən bizi bu günə müvəffəq elədin. Bizim ibadət günümüz, həftəlik bayramımızı bu günə saldın, cümə gününə. Nə etməliyik biz bu günü? Getməliyik, Allahın çağırışına cavab verməliyik. İmam çağırır, cümə namazında, həyyə aləs-salə, haydi namaza tələsin. Həyyə aləl-fələ, haydi nicata, qurtuluşa tələsin. Bəli, bizim nicatımız, qurtuluşumuz məsciddədir. Cümə günü alış, veriş, ticarət eləmək haramdır. Cümə günü yalnız və yalnız cümə saatında ibadət vaxtıdır. Cümə namazından öncə gediş şüur gör, ticarət elə. Cümə namazından sonra da Allah Teala bu ki, ibadəti qutardı, səfələnin yeryüzünə Allahın lütfündən ruzi diləyin. Amma cümə saati haramdır. İşləmək olmaz. Həftəlik günahlara cümə namazı kəffarət. Təbii ki, söhbət kiçik günahlardan gedir. Böyük günahlara tövbə eləmək lazımdır. Və madəm ki, bu fürsəti Allah Teala bizə verib, bax, gəlin bir-birimizi görürük, görüşürük, hal-əhval tuturuq, bağrımıza basırıq. Bundan böyük fəzilət nə ola bilər ki? Başqa dinlərdə yoxdur belə bir şey. Allah Teala bunu bizə verib. Sadəcə biz buna səhlənkarlıq eləyirik.